Müzakirə gedir ki, məktəblər publik hüquqi şəxs olsun. Orta məktəblər publik hüquqi şəxs nə deməkdir? İndi vətəndaşlar üçün deyim. Yəni özünü maliyyələşdirən bir orqan olsun. İndi belə, yox, bu qətiyyən o demək deyil, dövlət büdcəsindən pul ayrılmayacaq, pul ayrılacaq. Sadəcə olaraq biz publik hüquqi şəxs deyəndə nəyə nəzərdə tutun? Məsəl üçün deyir, belə də deyirlər. Ha, baxın, gülməlidir, adam bilmir. Bizə hələ saldı. Məsəl üçün məktəb stadionunu arendaya verir. Məktəbdən sonra oradan pul gətirir. Və yaxud da ingilis dili müəllimidir, dərsdən sonra tərcümə işindən məşğul olur. Şəxsi tərcüməli oradan pul gəlir. Və yaxud da ki məktəbə gəlir. Şəxsi tərcüməçilik eləyir, repetitorluq eləyir, oradan pul gəlir. İndi nə qədər bu inandırıcıdır bilmirəm. Və yaxud da ki axşam saat 7-dən sonra hansısa gedib orta məktəbin stadionunda müəllimənin nə marağı olacaq ki, öz zəhmətinin, əziyyətinin pulunu yarısını məktəbə gətirir. Və yaxud da üçüncü, və yaxud da hər hansı bir valideyn məktəbə ianə eləmək istəyir, amma məktəbin hesabı yoxdur deyə eləyə bilmir. Və bütün bu gəlirlər də, baxın deyir, yekunda müəllimlərin maaşına təsir eləyəcək. Yəni dünənə qədər mən işimi görürəm, burada qanunsuz fəaliyyət var. Artıq qanunu özümə uyğunlaşdırıram, özüm qanuna uyğunlaşmıram. Problem də bunda olur və vətəndaş qalır ortada.